Yəni əvvəlcə 40 kilosu gedir. Sonra qalan 60 qalır. Qalanın 30% də eləyir 18. Deməli, kartofun 58-i getdi. Deyir, neçə faizini satdılar? Yəni 58 faizini satıblar. A variantı. Xəyali ədədlə işlədim. Bərabər yanlı trapesiyanın yan tərəfi. Bir dənə trapesiya çəkək. Bərabəryanlı trapesiyanın yan tərəfi kökatda 3. Orta xətti 6. İti bucağı 30 dərəcə. İti bucağı 30 dərəcədirsə, 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Bizə nəsə oxşur? Onun böyük oturacağını soruşur. Problem yoxdur. Olacaq kökatda 3 böl 2. 60 dərəcəli bucaq qarşısındakı katet isə digər katetin kökatda 3 mislidir. Yəni kökatda 3 böl 2-ni vursaq kökatda 3-ə eləyəcək 1,5. Onda burada 1,5. Əla. Mənə deyir ki, orta xətt 6-dır. Yəni oturacaqları cəmi deməli 12 imiş. Yəni 2x üstə gəlir 3 bərabər olub 12-yə. 2x bərabərdir. 12-dən 3 çıxırsan 9. X-imiz eləyir 4,5. Məndən nə istəyir? Onun böyük oturacağını tap. 4,5-in üstə 3 gələndə eləyir 7,5. Yəni Y variantı var. Buranı istəyirdir. Sonra bizə deyir ki, ən kiçik müsbət arqumentini tapın deyir. Mənimlə tangens alfanı soruşur bizdən, düzdürmü? Bu gedir, düşür hara? Mənfi, x-in mənfisi, y-in müsbəti, hansı rübə düşürəmənlər? 4-cü rübə, düzdür? 4-cü rübə olanda 2pi-dən alfanı çıxırsan. Mən də görürəm ki, tangens mənfi 2 böl 2 eləyir mənfi pi böl 4. Yəni, belə deyək də pi böl 4. Modulda yazırlar bunu. 4-cü rübə düşdüyünə görə 2pi-dən çıxırsan pi böl 4-ü. O da eləyir 4-də 7 pi. Yəqin ki, bu yadınızdaydı. Birinci rübdə olanda heç nə eləmirsən. İkinci rübdə olanda nə edir? Yay, demal etdim mənim. Pi çıx yazırım. Pi çıx alfa. 3-də olanda Pi üstə gələk alfa. 4-də olanda 2pi minus alfa. Yadına düşdü? Həm də orada mənfisinə fikir vermirsən, modulda yazırsan, baxırlar. Əsas fikir vermək lazımdır hansı rübədir. İki tərəfi 7-12 olan üçbucağın üçüncü tərəfinin mümkün olan ən böyük qiyməti. İki tərəfi 7-12-dirsə, üçbucağın bir tərəfi yerdə qalan iki tərəfin cəmindən kiçikdir, fərqindən böyükdür. Maksimum 18 olur. Sonra o nöqtəsi çevrənin mərkəzidir. Mənlər qaldı ki, o 2-3 ili tamam olanlar narahat olurlar. Yox, narahat olun. Biz dinamikanın birinci, ikinci qrupunda işləyirik. Yəni, lap da qeyri-adi suallar gəlməyəcək ki, sizə. CAB 42 dərəcədir. Buna bilirsiniz niyə 90 qoydum? Çünki diametrə söykənirsə üçbucağın bir tərəfi. Deməli, bu düzbucaqlı üçbucaqdır. Bu da olur 48 dərəcə. İndi deyir AMB. Bu daxili bucaqdır. Daxili bucaq söykəndiyi qövsün yarısı olduğuna görə AMB olacaq 96 dərəcə. Sonra bir ifadəsinin ən kiçik qiymətini tapın. Ən kiçik qiymət tapmaq istəyirsinizsə, deməli, aparaq buna 0 qoysaq, 3-ün kvadratı 9. Bunun özü 0 ola bilər. Çünki y-ə kökatda 2 desə 0 olacaq. 9 minus 3 ən kiçik qiymət oldu 6. Yəni Y variantı. 32-ci sualda BM 6-dır. M'in 16-dır. Məmnun, bura x-dir. Bunu dəfələrlə ispat eləmişik. Bax, düz bucaq təpəsindən çəkilmiş hündürlük ayırdığı hissələrin həndəsi ortasıdır. Yəni 6 bərabərdir x vurulsun 16 üstəgəl x-a. Deməli, buradan x-ımız nə imiş? 2 imiş. Yəni seçməklə tapdım, kvadrata yüksəldəndə 2 alındı. Burada 2, burada 2. Bizim də belə bir sahə düsturumuz var. Diagonal vuraq h. Diagonalımız nə qədərdir? 20. 20 vuraq 6 eləyir 120. Xatırladınız bunları müəllimlər? Toxulda bunları dəfələrlə 120. Yadınıza gəlirmi? Gedək sağ tərəfə. Mən nəzarət edeyim, xahiş edirəm.
1, 2, 3, 5, 6, 7. 7 sual. Deməli ay vətəndaşlar. Burada mənim ağlımdan nə keçir onu deyirsən. Loqaritma 9 əsasdan. Əslində biz öyrəşmişdik ki, 9 əsasdan lığı belə görək də, məsəl üçün də loqaritma 9 əsasdan 1000 görsəydik bunu aparacağıq. Elə? Belədir. Amma bu ondan deyil. Bu nəsə başqa bir şeydir. Lığı 9 əsasdan mən necə yaza bilərəm? Lığı o nasıl istiyor? Onun kulu kimi yaza bilərəm də, düzdür? Yani 9 log 1 ver de log. Nə 9 bir, log 1. nə bir verirəm? 9 Hansı bir verir? 9'un üstünde log 9 da yani. Ha, log deyil. Mən də 9-un üstü olsaydı belə biz deyən idi, aparardıq. Burada da əslində mən bunu lıq kimi gördüm. Ha, heç oya fikir verməmişəm. 3 gəldi qabağa. Heç nə, bunlar da ixtisara getdi. Cavabışdı. Sonra gedək hansına? Qəşəng buna. Deyir ki, kvadrat tənliyin kökləridir. Ha, nə istəyək də köklərdir. Deyir, P-ni tap. Mən orta xuruğu mütəzə xaricdən çıxartsam, 2 dənə x1-in kvadratı, 2 dənə x1, hə, neysə. 2 dənə x1-i çıxardaram orta xuruq kimi. Yerdə qalar x1, vurulsun x2. İkisi iki de çıkarmalı. x2-ni də çıxardaram. Bir dəqiqə səbirli olun. 2 dənə x1, x2-ni çıxardıram. Yerdə qalır x1, üstə gəlsin x2. Hə, bərabərdir. x1 isə gəlir x2, tənliyin kökləri cəmini göstərir. Burası P qoyacaq, amma əks işarə ilə. x1 bıraq x2 nə qədərdir? -12. -24 bıraq P bərabərdir 3-ə. P də bərabərdir. 3-ü bölürsən 24-ə neçə edir? -8 verir. Amma biz əks işarə ilə götürəcəyik. Müsbət 8. Müsbət 8-ə 1-dən nə problem var? Evet. O spektrə məndə keçmişdə aranjmanı idi. İndi permutasiyadır. Yəni o A hərfi keçmişin aranjman deyildi ya, yadınıza gəlir. Permutasiyadır bu. Permutasiya x-dan 2 4x minus 4-ə. Açıq tökək. X faktorial bölünsün x minus 2 faktoriala. Yuxarını balacalaşdıraq. X 1 vahid azaldaq x minus 1. 1 vahid azaldaq x minus 2 faktorial. Bölək x minus 2 faktoriala. Düzdürmü? Bunlar getdilər. Bərabər olacaq 4x minus 4-ə. Yuxarını açıq tökək. X kvadratı minus x minus 4x üstə gəl 4. Bərabərdir 0-a. Buradan x kvadratı minus 5x üstə gəl 4 bərabərdir 0-a. Nə edəcəyik biz? X minus 4 x minus 1 bərabərdir 0-a. Buradan aldıq 4 və 1. Müəllimlər, köklərimiz 4 və 1-dir. Cavab 1 ola bilməz. Bilsiz niyə? Çünki permutasiya x-dan 2. Axı, bura 1 ola bilməz. Çünki sol tərəf sağdan böyük olur axı. Yəni, sol ayaq sağdan böyük olur. Ona görə cavabı 4 götürəcəksiniz. Oldu mu? Sonra 36-cı sualda sağ olsun, sərhədləri falan hər şeyi özü veribdir. Mən nə edəcəm? Heç nə, adicə hesablanım. İntegral sərhədlər 1-dən 3-ə x kvadratı dx. Yazaq bunu x kubu böl 3. 1-dən 3-ə. Bu deyir nə? 3-də 27 sıf 3-də 1. O deyir 3-də 26. Mənfi hesabda fikir verin. Mənfi də asas onsuz da müsbət olacaq. Çünki sahə mənfi deyildi. Sonra baxaq 37-ci suala. 37. Necə saniyə səbəb olun?
37-də loqaritma 4-də. Məndən 10-dan 2 tam nə bilim nəsə çıxır da. Deməli, əsasımız 0-1 arasındadır. Başa düşdünüzmü? 1-ci növbədə bombamızı qeyd edək. Bombamız nədir? 1 minus 5x nə olmalıdır? Böyükdür 0 olmalıdır. 5x kiçikdir 1-dən, x kiçikdir 5-də 1-dən. Bu 1. Bu bizim bombamız. İkinci növbədə biz normal bərabərsizlik eləyiriksə, 1 minus 5x əslində böyük 2 yox, kiçikdir qoyacaq. Çünki bu işarəyə görə. Bunun qüvvətində 2. O da neçə eləyir? 16-da 10. 5x bərabərdir. 1-dən 16-da 10 çıxanda neçə eləyir? 16-da 6. Elə mənlər. Və dəyişənin qabağında minus olduğuna görə işarə nə eləyəcək? Yenə dəyişir. X böyükdür. 16-da 6-nı mənlər 5-ə bölən neçə eləyir? 40'da 3. Niyə 40-da 3? 16-da 6-nı 5-ə böləndə. 80-da 6. 80'de onu 6. O da O da 40-da 3. 40'da 3 eləyir. Aysə, o da 40-da 3. Necə qulaq asın mənlər? X biri 40-da 3-dür. Qoy biri də 40-da 8 olsun. Elə? X böyükdür 40-da 3-dən, kiçikdir 40-da 8-dən. 40-da 3 ilə 40-da 8 arası haradır? Budur da A variantı. Razısınız? Budur da 40-da 8 deməkdir mi? Sonra deyir ABCD. Hə, bunu keçən dəfə deyəsən topluda da yazmışdıq. ABCD, A1, B1, C1, D1. Kubu yan üzünün AD1 diagonalı ilə AD1 diagonalı, bax buradır. Mənlər. AD1 diagonalı ilə ABCD müstəvisi arasında. ABCD müstəvisi haradır? Hə, arasındakı bucağı tapın. Qoy bir dənə baxın. Mənlər 45 dərəcə deyilmi? Hə? Bax, ABCD müstəvi budur, aşağı. Elə 45 deyil. Bəli, elə. Burada kvadrat 90 derece olur. Burada yarı bölündü. 45, 45, Aha. 45. Bu əyri. Bəli. Elə bir belə bir şəkil yaranır da mənlər. Bax. Belə məsələn, kompüterdə belə açırsan, nə bu tipdə? Böyle bir şey var. Bəli, mənlər. Deyir ki, ədədlərin hansı irrasionaldır? Mənlər irrasional olub olmadığını bilmək üçün qoşmasına vuraq ataq, ondan sonra görək ki, hansıdır. Baxaq. Məsələn, kök adda 5. Deməli, qoşmasına vurub atsam, üstə gələk. 4 minus 5 nə edir ay mənlər? Mənfi 1. Elə? Elə budur da irrasional. Yox, 4 minus 1 aşağı olur. Bircə saniyə mən çaşdırmayın. Kök adda 5, üstə gələk. Aşağı olur, mənfi 1. Yuxarı olacaq. Şeydir, nədir onun adı? 2 plus kökdə 5. Hə, elə irrasional A olan deyil mənlər. Biri A. Bu birində kök adda 3 çıxılsın. Aşağı eləyir 1 qoşmasına vuranda. Yuxarı da olur 2 plus kökdə 3. Bunları da kökdə 3'lər gedir. Bu irrasional deyil. Bu rasionaldır. Məndə C də olacaq. Kök adda 10. Aşağının qoşmasına vursan 1. Yuxarını qoşmasına vursan kök adda 10. Çıx 3'dür. Deməli bu irrasional. A ilə C. A variantı almışdınız. Bəli. Müəllimə, 36-ya bir də baxaq da zəhmət olmazsa. Niyə bölmə? Yazmışıq da 36. Niyə təzən oxumuş? Müəllimə biri yazır ki, ona bir də baxaq. Bəli, müəllim, ona baxır. Kimdirsə yazır ki, tövbə müəllim için. O kimdirsə hesablama səhv eləyir. Geçsin düzəlsin səhvini. Bir dəfə Yo, düz eləmişsiniz. bir dəfə 3 3'də qoyulan 26 3'də 27, bir dəfə də 3'də 21 hesabla da bu. Bəli, müəllim. 3'də 26 yazılır. Hadi. Düzdür. A variantı. Aldı hesab. Sonra Gene yazır hissələr deyir. Hissələr demir, o deyir. ay Məhəmməd deyir sahəsini hesabla.
Ştrixlənmiş hissənin Sahəsini tapar müəllimə. müəllimə sahəsi haradır ştrixlənmiş? Budur da O sərhədli bir hissələnmiş hissi sahəsini deyir də. Ölçülmüş hissəlidir də, yəni hə çaşmıyor bura. söz cümləyə. Sərhəd nə idi? Ya, çaşıb yox müəllim ona görə. Eyb ya çaşıb. Hə. Sonra müəllimə trigonometrik bərabərsizlik onsuz da düşmür. Gəlin yazaq yeni versiyaya keçək. Çünki bu versiyanı gördünüz. Düzdür? Bu versiyanı gördünüz. Başqa bir versiya görək. Razısınız da məndən? Eyni versiyanı onsuz da eləyə biləcəksiniz. Çünki bu bir partiya getdik də bundan. Hə, müəllimə gəlin yazaq. Bu biraz da qabağa gedim. Hə, yazaq bunu da müəllimə. 2009 3-cü qrup. Başlayaq. Çətin də valla bu tipdə şeylər. Qrup yazmayaq da müəllimə. Birinci, ikinci qrup yazaq. Yox, yazaq da hamısını çətin yazmayaq. Baxın, buna da Asan baxaq. yazaq, çətin də yazaq internetdə. Hə, mən yox, bu dəfə internet atmamışdım, proqram atmışdım. Mən 0,6-nı hansı ədədə böldük, nəysə, bu əsasdır. Böyle Heç müəllimlər yazmadılar axı, getdi. Elə birincini yazırdıq ki, Yəni yazmamışıq axı, hə, yazaq. yaxşı. o yazsınlar. Neyi? Yaxşı, 7 dəqiqə dedim. Sınavı mı? Sualları mı? Yazsınlar deyəndə biləm neyi. Misalay müəllimə, nəyə yazacaqsın? Şeir mi yazırıq burada? Sınavı, yox, elə də dedi ki, Hə, oktyabra qalanlar da olmuşdu. Müəllimə, Hələ gələcək şəkil çəkdim. Sentyabrdan Şamal müəllim Yücəgil 20-dən 15-i bölürsünüz, deməli 10-da 6-nı bölürsünüz 25-də 11-ə. Yəni vurursunuz 11-də 25-ə. Düzdür vətəndaşlar? 25'te 21 değil mi? Neçədir o? 21'də değil mi? Hə, 21. 21 daha Hə, olsun 21. Olsun, rahat bir şeydir də bu. 3-ə bölürsən 2, 3-ə bölürsən 7. 2 ilə bu gedir. 5 ilə də bu gedir. Səhv etmirəmsə 7-də 5 aldım. C variantı. Bəli. Rahat bir şey. ABC'də rombunda ADB 75 dərəcədə. ADB haradır? 75-dirsə, burada 75-dir. Niyə? Çünki rombun diaqonalı 10 bucağının tən bölənidir. Burada 30 dərəcədir. AB 5-dir. Burada 5-dir. Bu da 5-dir. B hündürlüyünü tap. 5-in yarısını neçə edir? 2.5. Niyə? Çünki 30 dərəcəli bucaq qarşısındakı katet betonun yarısı. Sonra baxaq buraya. X, Y hasilini deyir tap. Heç nə. Gəlin yuxarını 2-yə vuraq. 2-yə vuraq. 2-yə vuraq. Tərəf-tərəfə toplayaq. 5x bərabərdir 10. X-ınız 2-dir. X 2-dirsə, harada istəyirsiniz yerinə qoyun. 3 vur 2, 6. Çıx 8y bərabərdir 2-yə. 8y bərabərdir 4-ə. Y-imiz eləyir 2-də 1. X, Y hasilini tapaq. 2-də 1 vur 2. Cavab eləyəcək 1. Qutardı. Sonra, bütün ədəd oxunda azalan. Elə bilin ki, mənfilərin müqayisəsi kimidir. Ən kiçik B variantı. Artan desəydi, müsbətlərin müqayisəsi kimi baxardınız. Düzbucaqlı 12 bərabər hissəyə bölünüb. Ştrixlənmiş sahə bütün sahənin neçə faizidir? 1, 2, 3, 4, 5, 6. 12-də 6-sı, o da 50% deməkdir. Müəllimlər, A vektoru ilə B vektorunu cəmləməliyik. A vektorunun koordinatları nədir? 0, 12. B-nin koordinatı 0, -9. Bunları cəmləyəndə eləyəcək 0, 3. Bunun da modulunu tapanda kök altda 0-ın kvadratı, 3-ün kvadratı. Oradan da 3 çıxar. Yəqin ki, yazmışdınız. Sonra vətəndaşlar, 50 cərgənin əvvəlindən 18-ci, sonundan 11-ci. Deməli, 50 başdan sayanda 18-ci adamdır. Yəni 50-dən əvvəl 17 insan var. Axırdan sayanda 11-ci adamdırsa, deməli 50-dən sonra 10 nəfər var imiş. Cərgədə neçə insan var?
17 üstə gəlin və 50-nin özü. 35 insan. Neçə aldım orada? 27, 28 insan var. Pisa. Keçən il sağa. Bəlkə biraz da başqa model sual verim mənlər. Birinci qrup verim. Bir dəqiqə səbirli olun. Amma kimsə bunların qeydlərini aparsın, hansılar işləmişsə. Biz 2011'də işləmişik axırıncı səfər. Onda 2012 işləyə bilərdik də. Rahat. 11-in B-sini işləmişdik. Məncə yox. Nəsə tanış gəlmir sonra. Birinci qrup işləmişdik. Biz işləmişdik beri. Bunu işləməmişdik deyəsən. B-si işləmirdi. Biraz da gəlir suallara baxaq. An işləmişik. 1, 2, 3. Qarışıq olsun da mənlər. Həm üçlü gedənləri də nəzərə alaq. Həm qeyd edin ki, sizə də çətin suallar gələcək. Harda 15-20 dənə. 7 dəqiqə vaxt. Soldan. 1 dəqiqə keç. Deyək, təyin oblasını tap. Böyüksə 0 götürəcəm. X böyüdü 1-dən. 1-dən sonsuzluğa. Sonra integral hesablayın. Müəllimlər, sizin yerinizdə olsam, dərəcəni azaldaram. Sonra başlayıram işləməyə. Yazıram ora. Deməli, 1 plus kosinus 8x bölü 2. İbtidai funksiyasını tapsam, 2-də 1x üstə gələk sinus 8x böl 16. Düzdür müəllimlər? 8-ə də böldüm də. Bir dəfə pi böl 2 versəz, alacaqsınız pi böl 4 üstə gəlsin. Sinus pi böl 2 versəz, pi böl 4 alacaqsınız. Pi böl 4 olanda da kökatda 2 böl 2'dir də. Kökatda 2 böl 2 bölək 16. Elə müəllimlər? Burada da kökatda 2 böl 2'ni 16'ya böləndə elə bil 16'da 1'ə vurursan da. O deyir, deməli, pi böl 4 üstə gəlinsin kökatda 2 böl 32. Nəysə, 0 qoysaq, 0 alacaqsınız, sinus 0'da da 0'dır. Görün, bir cavab var idi, haradasa. Nəyi mən səhv elədim? Harada səhv elədim müəllimlər? Dərəcəni azaltdım, düppədüz. Düzdür. Pi böl 2 verəndə düzdür. Səhvim 4 alınır, 4. Ay, bizə dəqiqə səbirli olun. Deməli, pi böl 4, 2-də 1 verəndə 2-də 1. Deməli, 2-də 1'i pi böl 2, bu pi böl 4, bu düzdür, bunu düz yazmışam. Bizə sarıda səhv eləmişəm, burada. Sinus 8x-da. Sinus pi böl 2 qoydu 4pi. Bəli, sinus da 4pi'də 0 alır da mənim. 0. Bəli, cavab oldu pi böl 4. Mənim səhvim oradaydı. Sonra 103'də tangens, katangens bərabərdir tənliyin aralığındakı həllini tapın. Mən bilirsiniz nə edirəm? Hər ikisini ayrı-ayrılıqda mənfi 1'ə bərabər edirəm. Nə tər fikirdir? Ölürəm də. Olmaz ki elə. Mən sinus kosinusa çevirdim, elə həll elədim. Mən elə eləmirəm. Biz nə edirəm? Belə bir şey edin cavab aldım. Tangens x'i 1'ə bərabər edirəm. Amma bir şey var da. Tangens, katangens falan da böyüyü hansını göstərəcək o da var. Nəysə. Kotangensin yerinə 1 bölək tangens yazaq da. T əvəzləmə edib işləyəcəm. O daha rahat. Katangensin x'in yerinə 1 bölək tangens x yazsam. T üstə gəlinsin 1 bölək t. Üstə gəl 2 bərabərdir 0'a. Buradan belə eləyək. T kvadratı üstə gəl 2t plus 1 bərabərdir 0'a. Bu da t plus 1'in kvadratıdır. Yəni t'miz mənfi 1'dir. Belə deyək də tangens x bərabərdir mənfi 1'ə. Tangens x mənfi 1'i harada alır? Mənfi pi böl 4 üstə gəl pi k. Üstə gəl pi k-da. Mənfi pi böl 2 mənfi 90 ilə 0 aralığında görək neçə dənə kökü var.
Aparaq, məsəl üçün, K-ya 0 versək, həmin aralığa düşmür. K-ya bəlkə -1 verək. -1 versək, mənfi alacam neçə? Müəllimə K-ya 0 verəndə -45 dərəcə düşür axı həmin aralıda. Bu minusu. Minusu özüm görmədim. Özüm öz yazdığım minusu görmədim. Bəli, elə K-ya 0 verəndə, bəli, -1/4 həmin aralığa düşür. Şö, A variantı. Təbii getdi. Sonra 104-də PT çevrəyə toxunandır. Olsun, toxunan. Baxın, PT çevrəyə toxunan PT bərabərdir BT-yə. Olsun, bunlar bərabərdir X və X. Bura X-dırsa, bura 2X-dır. Elə müəllimlər? Bura 2X-dırsa, bura X-dır. Onda belə çıxır ki, bunların özü də bərabər yanlıdır, bax. Bu ilə də bura bir-birinə bərabərdir. Bərabər yanlı üçbucağın xarici bucağına qonşu olmayan iki daxili bucağın cəmidir. Onda burada 2X-dır. Bura 2X-sa, onda bura 4X-dir. Düzdür müəllimlər? İndi bizdən soruşur ki, BTA-nı tap. Elə? BTA-nı PAB-ni verib 76. tabı veribmi? 76 aysa. 2X bərabərdir 76, X bərabərdir 38. Şurada mənlər. İndi mən buradan şey də tapa bilərəm. BTA. Deməli, BTA TAB-ni verib 76. 76-nın üstə 38 yanında nə qədər edir? 14, 114. 180-dən də 114 çıxanda 66 dərəcə. Baba. Budur bax, üçbucağın bucaqları cəmi. 105-ə baxaq. Bərabər yanlı üçbucağın oturacağı çəkilmiş hündürlüyü bərabər yanlı üçbucaq çəkək. Oturacağı çəkilmiş hündürlüyü 20 olub, oturacağı yan tərəfə nisbəti onda bura 2X-dır, burada 2X-dır. Çünki hündürlük həm də mediandır. Oturacağın yan tərəfə nisbəti bir. Burada olur 3X. Elə mənlər? Üçbucağın daxilinə çəkilmiş çevrənin radiusunu tapın. Deməli, mənlər belə bir şey eləyə bilərəm. Burada 3X. Heç nə, Pifagorla gedək tapaq. 9x kvadratı sıx 4x kvadratı bərabərdir 400-ə. 5x kvadratı bərabərdir 400-ə. X kvadratı bərabərdir 80. Düzmü yazdım müəllimlər? Hə? Bəli, 4 kök hatta 5 yəni. Right, tamam. 4 kökdə 5. Aha, bunu düz yazdım. İndi müəllimlər, bunu vuranda 3-ə eləyir 12 kökdə 5. Burada 12 kökdə 5. Nəysə. Oturacağımız burada olacaq 8 kökdə 5. Müəllimlər, üçbucağın harasına çəkilmiş? Daxilinə. Daxilinə çəkilmiş çevrənin radiusu düstur 2S bölünsün A üstəgəl B üstəgəl C deyildimi müəllimlər? Hə? Hə. Burada 8 kökdə 5-dir. Deməli, sahəmiz olacaq 20 vurulsun 8 kökdə 5. Yəni, sahəmiz olur 160 kökdə 5. 2-yə vuranda 320 kökdə 5. Bölünsün. 12, 12, 24. 24-ün son aksiyonu neçə edir? 40 eləmi? 40 kökdə 5. Müəllimlər, ixtisar getdi, cavab 8. Var idimi 8? Bəli. Bəli. Normal adi düsturla getdik. Sonra. Tərpəkən oturacaqlar 2-5 nisbətində bir basankdır. 5x-dan orta xətti 21-dir. 5x üstəgəl 2x 42 verir. 7x bərabərdir 42-yə. X-iniz 6-dır. Oturacağın biri 30-dur, biri də 12-dir. Bunları da çıxanda eləyəcək 18-də. Bu rahat sağ edilməlidir. Gəlin 2 dənə də çalışma yazaq. Məsələn, qəşəng sualdır, bax 107, 108. 3 dəqiqə vaxtımız var, yazın. Minus 8T. Eləmi? Çıx 30. Axşam zamanəti mənim gün qrupudur, onsuz da elə. Bəli, müəllim. Tənliyin kökəri hasil şeydir də. Saat 10-da.
Mərmər. Aha. İndi bu qulaq asın. Biz buradan kökləri nə tapacağıq? Bilmək Ay olmaz. Mərmər, bir dəqiqə məni gözləyin. Log Ç əsasdan x 4 üstü 8 4 edir də. vurulsun log Ç əsasdan x üstü 4 demək deyilmi bu yetim? Hə? Bəli, 2 dəfə 4 qabağa gəlir 16 olur. Ay sağ ol. Bu 4 qabağa gəldi 4 vur 4 16. Elə Mərmər. Bu da loqaritma Belə yazanda Ç əsasdan alınır. x-in, hə bax bunu görmək lazım idi. Ç əsasdan x-in nə idi? Kvadratıdır. Elə Mərmər. Çıxaq 8 loqaritma Ç əsasdan Burada da x 2-ni gətirək də qabağa. Gözlədən. Bərabər 32. Bu birində də 2-ni qabağa gətsəm, bu biri tayında. Olacaq 16. Düzdür Mərmər? İndi gəlin loqaritma Ç əsasdan x-ə bir dənə t deyək. 16 t kvadratı. İndi razısınız məndən? Çıxaq 16 t. Elə bir ki, loqaritma Ç əsasdan x-ə bir dənə t demişəm. Yaxşımı? Minus 32 bərabər də 0. Mərmər, hər tərəf 16-ya bölsək, t kvadratı minus t minus 2 bərabərdir 0-a. Hə, bax, indi alırıq. T minus 2, t plus 1 bərabərdir 0-a. T-ni bir dəfə 2 alırıq. T-ni bir dəfə mənfi 1 alırıq. Hə, bax, qəşəng oldu. Loqaritma 2 əsasdan x-ə nə aldıq? 2. X bərabərdir 2 üstü 2. Yəni 4. Bir kökümüz 4-dür. Bir dəfə də loqaritma 2 əsasdan x-i bərabər elədim mənfi 1-ə. X bərabərdir 2 üstü mənfi 1, yəni 2-də 1. 4 dənə də 2-də 1-in hasili 2. Yazmışdınız mənimlə? Bəli. Bəli, müəllimə yazmış. Ay sağ olun, qəşəng sağ olun. 108 də rahatdır. %8'də x kvadratını çıxartsam. Bunlar Tərəf tərəfə B-nin kubudur. Ha, nə olsun ki? 3x kvadratı y, 3x y kvadratı bərabər 20. Ay sağ olun. X üstəgəl y-in kubu düsturudur da mənimlər. 27. X üstəgəl y bizə nə verir? 3. Aydın oldu mənimlər? Yox, sordu getdi. Çıxılsın y. X üstəgəl y soruşur, ay mənimlər, çıxı soruşur. Üstəgəl soruşur. Tapdıq da işte. Qutardı. Mənimlər, hazır olun. Saat 7-də görüşəcəyik. Yaxşı mı? Getdim mən. Sağ olun. Bir saat məndə bir dənə numaraları qutarım. Gəlin. Of Allah.